Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşı Xatirə Yüzbəyova onun son reklam çarxı ilə bağlı səslənən tənqidlərə münasibətini bildirib. Axşamaz xəbər verir ki, o Instagram hesabında paylaşdığı açıqlamada uzun illərdir müxtəlif təhqirlərə məruz qaldığını, buna baxmayaraq heç vaxt başqa qadınların xarici görünüşü və ya bədəni ilə bağlı alçaldıcı paylaşımlar etmədiyini vurğulayıb. Xatirə bildirib ki, Taleh Yüzbəyov reklam videosunu paylaşmazdan əvvəl Bakının mərkəzində bir gündə 2 qadın qətlə yetirilib, amma heç kim bununla bağlı paylaşım etməyib. 11 illik influencer fəaliyyətimdə bədənim, çəkim, üzüm və yaşımla bağlı ən ağır təhqirləri məhz qadınlardan almışam. Amma buna baxmayaraq heç vaxt heç bir qadının nə bədəni, nə də xarici görünüşü ilə bağlı təhqiramiz paylaşım etməmişəm. O, özü ilə həyat yoldaşının fərqli dünya görüşünə malik insanlar olduğunu qeyd edərək, Talehin mövqeyinə görə özünün hədəfə çevrilməsini doğru hesab etmədiyini bildirib. Yenə mən postların altında müzakirə olunuram. Etmədiyim şeylərə görə mühakimə olunuram. Mən və həyat yoldaşım müxtəlif dünya görüşlərinə, fikirlərə və nəhayət beyinlərə malik insanlarıq. Başqa qadınları öz dünyamızda müdafiə edərkən bu mövzuda mövqeyinizi bilmədiyiniz bir qadını alçaldaraq hansı qadın həmrəyliyi ilə danışırsınız? Məqsədim hype olsaydı, haqqımda çəkilən məsxərə məqsədli videolar, kontentləri müzakirəyə qoyub doyunca bunu edərdim. Amma etmədim. Ta ki siz mənim qırmızı xəttimi keçənə kimi.